Salam kanalımızın dəyərli izləyiciləri. Yeni vloqumuza xoş gəlmisiniz. Uzun müddət video paylaşmırdım. Bunun səbəbi rayondan Bakıya müəyyən müddətli gəlməyimizdir. Əvvəla hər kəsin keçmiş Novruz bayramını və Ramazan bayramını təbrik edirəm. Allah tutduğunuz orucları, qıldığınız namazları, etdiyiniz duaları qəbul eləsin. Novruz bayramınız mübarək olsun. Biz Bakıya, öz evimizə Novruz bayramını qeyd etməyə gəlmişik. Burada Mehrinin rayondakı çəkdiyim videolarını birləşdirdim, qoydum vloqa ki, telefonda boş yerə qalmasın, siz də baxın. Qızım mən namaz qılarkən mənə çox diqqətlə baxırdı və bir dəfə gördüm ki, namazı götürüb gəlib yanıma möhürü və mənim şalımı başlayır namaz qılmağa. Təbii ki, mən də bunu lentə almadan dayana bilməzdim. Kanalımıza dəstək olmaq üçün zəhmət olmasa bircə dəqiqəli videonu saxlayıb mütləq abunə olun. Videoları bəyənin, paylaşın ki, bizə dəstək olmuş olursunuz bu halda. Əslində video çəkməməyimizin başqa bir səbəbi bundan ibarətdir ki, videoları izləyirsiniz, lakin abunə olmursunuz. Abunə olmaq sizdən heç bir maddiyyat almır. Sadəcə bir nöqtəni tıklayırsınız və bu qədər. Bizim 1000 abunəyə çatdırsanız çox böyük dəstək olmuş olarsınız bizə. Videoları izləyərkən ötüb keçməyin. Mütləq abunə olun butonuna vurun ki, bizim video YouTube-a yüklənərkən sizə bildiriş gəlsin və bu halda videomuzu vaxtında izləmə şansı qazanmış olacaqsınız. Ay Allah. Ne güzel düşdü. Uzun bir zamandan sonra yenə də sizi salamlayırıq. Biz Bakıya gəlmişik. Mehri gördüyünüz kimi çox dəcəldir. Bir yerdə qalmır. Onu gəzməyə çıxarmışam güya ki, sinif yoldaşım gələcək öz qardaşı qızı ilə. Yola çıxır. Çıxma yola qızım. Yerdən daşları götür qızım. Belə da mehrimiz. Bir yerdə qalmayan mehrimiz. Kimi çağırırsan? Bir də çağır. Mehri Bakıya gəlsə də kənddəki gün elimizi unutmur heç vaxt. Ailəni də çağır o zaman. Ay Mehri, ailen hardadır? Hara gedirsən sən? Ailengilə? Yox, ailen yox. Ora girmə. Çox dəcəl, çox dəcəl. Necə geyinəcəksən onların hamısını? Bir qədər paltarın yığıb hamısını deyir geyinirəm. Mehri, bugün hara getmişdin? Biz bugün Mehri ilə mənim dəyərli müəllimlərindən biri olan Almaz müəllimə ilə uzun müddət sonra görüşməyə getmişdik. Mehri biraz özünü restoranda dəcəl apardı, amma şükür Allaha ki, yaxşı qurtardıq. Mehri bir yerə gedəndə çox dəcəllik eləyir. Mən onu çox sərbəst buraxdığıma görə başını götürür, qaçır restorana, o üz bu üz, ofisiantlarının dalıcan düşür, stolların altına girir. Yəni bildiyiniz dəcəllik eləyir. İndi də geyindiyi şalvara baxın, iki ayağını bir yerdən keçirməyə çalışır. Qızım, afərin sənə. İndi o birisini sal. Bax çıxdı. İndi buna sal. Afərin sənə. Ay Allah, maşallah. Qızım şalvarın geyindi özü. Belə, Almaz müəllimə ilə görüşdük, gəldi. İndi dur. İndi çək yuxarı. Əla, əla. Şalvarını geyindi. İndi nə geyinirsən? Köynək. Köynək geyinirsən? O markada axı. Dəymə. Təzəlikcə öyrənib dəymə. Aşkım, nə geyinirsən? Köynək. O markada axı. Dəymə. O markada, onu ilə geyinmirlər. Səni yiyəcəm ha. Mehri biraz soyuqlayıb. Şeytanım mənim. Mehri biraz soyuqlayıb, qripləyib, bırnaxır. Belə. Çoxdan da vloglarımız gəlmirdi. İnşallah yavaş-yavaş gələcək. Biz hələ ki Bakıdayıq.
bayrama görə gəlmişik. İnşallah martın 30-u qayıdacağıq kəndə yenidən.